3 ay ara vermədən edirsiniz müalicənizi. Göbələyin növünə baxacağıq. Bir ay tamamında göbələyin növü bəlli olandan sonra ona uyğun davam eləyəcəyik müalicəni. Bu müalicə empirik tədavi kimi başlayırıq ki, biraz xəstə rahatlaşsın, basqılasın. Bir ay tamamında buna uyğun dəyişiklik edirik. Yaxşı, qəti şəkildə ara vermirsiniz. Bir gün belə, bir saat belə ara vermirsiniz. Yaxşı. Bir ayın tamamında kontrola gəlsiniz. Ondan sonra da 2 ayda davam eləyəcək müalicə. Yəni toplamda 3 ay gedir. Bu 3 ay ərzində qəti şəkildə şəkər yeməyi olmaz. Un məmulatları olmaz. Alkoqol, yəni spirtli içki olmaz. Ədviyyatlı qidalar olmaz. Bunları qida rasionundan çıxarırsınız bunları tam. Yaxşı. Qəti şəkildə istifadə eləmirsiniz. Bu xəstəliyə biraz disiplin tələb eləyir müalicəsi. Yaxşı. Mazlar hamısı, tabletlər antifungallardır. Hər hansı bir steroid yoxdur bunların içərisində. Sizi düzəldəcək yavaş-yavaş. Bir iki həftədən sonra qaşıntılarınız dayanasınız, səpkiləriniz gedəsiz, amma qəti arxeyin olmayın. Yəni problem elə oradadır. Xəstə arxeyin olur, elə bilir sağalıb biraz gedən kimi dayandırır müalicəni. Amma davam eləməlisiniz, yaxşı. 3 ay gedəcək müalicəmiz. Yəni bir gün belə ara vermirsiniz. Bir gün ara verdirsə, gəlib bir də 3 ay bir də başdan alasınız müalicəni. Yaxşı, bir də başdan alasınız gərək. Analizlər nəyə istəyirik? Burada immunoglobinlərə baxırıq, insulin